30 illik həsrətə son qoyan, şanlı tariximizə bir zəfər bayramı ərmağan eləyən şəhidlərimizi hörmətlə anırıq. 44 günlük vətən müharibəsi dövründə qəhrəmancasına döyüşüb həlak olan, vətəni naminə canından keçməyi gözə alan igidlərimizdən biri də Mayor Ramil Ağayevdir. Cəbrayıl və Füzuli rayonu uğrunda gedən döyüşlərdə savaşmış, bütün Azərbaycanlılar kimi onun da qayəsi bir gün torpaqlarımızı düşmən tapdağından azad etməkdir. Bu amal uğrunda canından keçməyə belə hazır olan, düşmənin 12 tankını, müxtəlif texniki sursatlarını ələ keçirərək yüzlərlə erməni əskərini məhv eləyən Ramil Ağayev ən yüksək mərtəbəyə, şəhidlik zirvəsinə yüksəldi. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən ölümündən sonra vətən uğrunda medalı ilə təltif olunmuşdur.